Aşağıdakı enliklərdən 21 mart günü günorta vaxtı Günəş şüanın düşmə bucağı ilə 21 mart deyən kimi biz yazırıq. Günəşin zenitdə olduğu məntəqə bərabərdir ekvator. Yəni 0 dərəcə enlik. Ekvator. Və 21 mart deyən kimi bir də yazırıq. Yaz, gecə, gündüz bərabərliyi. Yaz, gecə, gündüz bərabərliyi. Deməli, indi bunu yazdıq. Günəşin düşmə bucağını soruşur. Günəşin düşmə bucağı. Bir də qütb ulduzun görünmə bucağı. Qütb ulduzu. Yəni, bunlar bir-birinə bərabər olsun. Həm günəşin düşmə bucağı, həm də günəşin düşmə bucağı bir-birinə bərabər olsun. Qütb ulduzu ümumiyyətlə şimal yarımkərəsində görünür, ekvatorda yuxarıda. Və 21 martda dedik ki, Günəş ekvatorun zenitdə olduğu üçün Günəşin düşmə bucaqları bərabər şəkildə paylanır. Yəni, iki yarımkürədə bərabər paylanır. Və 21 martda Günəşin düşmə bucağını tapmaq üçün, yəni 21 mart deyən kimi Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. Yəni 21 mart və 20 sentyabrda aiddir əlbəttə ki. Günəşin düşmə bucağını tapmaq üçün 90-dan çıxırıq verilən məntəqənin coğrafi enliyi. Və burada deyir ki, qütb ulduzu. Qütb ulduzu da hər paralelin dərəcəsi neçədirsə, onun qütb ulduzunun görünmə bucağı da o qədərdir. Məsələn, burada 55 şimaldır, burada 55 dərəcə görünür. 60-dırsa 60 dərəcə, 20-dirsə 20 dərəcə, 15-dirsə 15, 45-dirsə 45 dərəcə görünür. Ta ekvatora kimi. Yəni, enliyin, paralelin dərəcə qiyməti onun qütb ulduzunun görünməsinin dərəcə qiymətinə bərabərdir. İndi gəlin düşmə bucağını tapaq. Düşmə bucaqlarını tapmaq üçün biz dedik 21 mart 23 sentyabrda 90-dan həmin ədədlər çıxırıq. Məsələn, deyək A variantı. A-ya baxaq. 15 dərəcə və Günəşin düşmə bucağı da bir-birinə bərabər olmalıdır. Qütb ulduzundan görünmə bucağı, düşmə bucağı bərabər olmalıdır. Yəni, bu ədədlər bir-birinə Günəşin düşmə bucağına bərabər olmalıdır. 15-ə baxaq. 90-dan çıxırıq 15. Bax, bu düsturda istifadə edirik. Burada istifadə edirik. 15 çıxanda 75. Bərabər olmadı. 20 qoyanda 90 çıxılsın 20. 70. Bərabər olmadı. 55 qoyanda 90 çıxsın 55. 45 bərabər olmadı. 45 qoyanda 90 çıxılsın 45. 45 dərəcə. Düşmə bucağı 45-dir. Biz dedik ki, Günəşin, daha doğrusu qütb ulduzunun görünmə bucağı onun meridian, paralel dərəcəsinin qiymətlə eynidir. O da 45-dir. Deməli, cavab D variantı. 60-da qoysaq 30 dərəcədir, amma qütb ulduzunun görünmə bucağı 60 dərəcədir. A variantında qütb ulduzunun görünmə bucağı 15-dir, düşmə bucağı 75. B-də qütb ulduzunun görünmə bucağı 20, düşmə bucağı 70. C-də qütb ulduzunun görünmə bucağı 55, düşmə bucağı 45, 35. Sonra D variantı 45 dərəcə qütb ulduzunun görünmə bucağıdır, 45 də düşmə bucağıdır. 60-da 60 dərəcə qütb ulduzunun görünmə bucağıdır, 30 dərəcə düşmə bucağıdır. Aşağıda qrafiklə 21 mart tarixi üçün, yenə 21 mart. 21 mart görən ki, mütləq bunları yazaq ki, bizdə çətinlik qalmasın. 21 mart Günəşin zenitdə olduğu məntəqə bərabərdir ekvator. 0 dərəcə enlik. Bunu mütləq yazaq. Şaquli 23 məntəqəyə şaquli bastırılmış 3 dənə məntəqədir. Eyni dirəklərin kölgə uzunluqları verilmişdir. Buna əsasən verilmiş fikirlərin hansı doğru olduğunu müəyyən edin. Birinci məntəqə, ikinci məntəqə yazılıb aşağıda. Birinci, ikinci, üçüncü məntəqə. Və bu məntəqələrdə kölgənin uzunluqları verilib. Hansı tarixdə? 21 martda. Günəş haradadır? Ekvator zenitdədir.
Deməli, biz dedik ki, günəşin düşmə bucağı artdıqca kölgənin uzunluğu azalır. Günəşin düşmə bucağı artdıqca kölgənin uzunluğu azalır. İndi burada kölgənin uzunluqlarına baxaq. Bu ekvator. Və ekvator getdikcə günəşin düşmə bucağı artır. Çünki 21 martdır. Bura 90 dərəcə düşür. Günəşin düşmə bucağı, günəşin düşmə bucağı. Və ekvatorun uzaqlaşdıqca günəşin düşmə bucağı azalır. Azalırsa, kölgənin uzunluğu neyinir? Artır. Günəşin düşmə bucağı qütbə doğru getdikcə 21 martda azalırsa, kölgənin uzunluğu artır. Kölgənin uzunluğu artır. Deməli, ən az kölgənin uzunluğu birinci məntəqə olacaq. Sonra gəlir 3 metr ikinci məntəqə. Çünki günəşin düşmə bucağı azalır və üçüncü məntəqə də yuxarıdadır. Günəşin düşmə bucağı azaldıqca azalır günəşin düşmə bucağı. Günəşin düşmə bucağı azalır və kölgənin uzunluğu da artır. Deməli, məntəqə olaraq 1, 2, 3 bu formada gedir. İndi baxaq. Ekvator ən uzaqda yerləşir məntəqə birinci səhvdir. Ən yaxındır. Ekvator ən yaxın üçüncü məntəqə səhvdir. Ən uzaq. Eyni məsafədədir. Xeyr, kölgənin uzunluğu fərqlidir. İkinci məntəqə, birinci məntəqə nisbətən ekvator daha yaxındır. Bu da səhvdir. İkinci məntəqə, üçüncü məntəqə nisbətən ekvator daha yaxındır. Doğru. Burada. 2, 3-ə nisbətən ekvatora daha yaxındır. 23 sentyabr tarixində, yenə 23 sentyabr, 23 sentyabr biz deyən kimi mütləq yazırıq. Günəşin zenitdə olduğu məntəqə bərabərdir. Ekvator 0 dərəcə enlik. Günəş şüaları X məntəqəsinə X-ə 70. Y məntəqəsinə 50. Z məntəqəsinə 30 dərəcə uzaqlığında düşür. Buna əsasən cənub düşür. Buna əsasən cənub yarımkürəsində yerləşən bu məntəqələr ekvatordan cənub qütbünə doğru sıralayın. Bunlar cənub yarımkürəsində yerləşir. Düşmə bucağını yazaq, günəşin düşmə bucağı düsturunu. 21 mart üçün günəşin düşmə bucağı bərabər 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. Bu 21 mart 20 sentyabr üçün doğrudur. İndi gəlin X-i tapaq. Günəşin düşmə bucağı 70 bərabər 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. Bu da bərabər verilən məntəqənin coğrafi enliyi bərabərdir. 90 çıxılsın 70 bərabərdir 20 dərəcə. Burada deyirəm, sualın əsas hissələrini qeyd eləmək lazım. Burada cənub yarımkürəsi deyir. Deməli, X 20 dərəcə cənub dairəsində yerləşir. Y-i tapaq. Yenə həmin düsturdur. Burada yerinə qoyaq. 50 dərəcə bərabərdir 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. Buradan da verilən məntəqənin coğrafi enliyi bərabərdir 90 çıxılsın 50 bərabərdir 40. Yəni cənub dairəsi dediyi üçün 40 cənub dairəsidir. Sonra növbətini tapaq. 30-u tapaq. Yenə düstur eynidir. 30 dərəcə bərabərdir 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. Verilən məntəqənin coğrafi enliyi bərabərdir 90 çıxılsın 30 bərabərdir 60. 60 cənub dairəsi. Gəlin bunları düzək və tapaq. Deməli, bu ekvator və düzürük. X məntəqə 20 cənub dairəsi. Bu X. Sonra gəlir 40 Y. Sonra gəlir Z. 60 cənub dairəsi. Nə deyir? Ekvatordan cənuba doğru. Cənub qütbünə. Ekvatorun cənub qütbünə bu formadadır. X, Y, Z. X, Y, Z. Şəkildə günəş şüalarının günün fərqli saatlarında A məntəqənin düşmə bucaqları göstərilmişdir. Buna əsasən bu məntəqəyə şaquli bastırılmış dirəyin kölgəsinin günəşin hansı vəziyyətdə daha qısa olduğunu müəyyən edin.
Deməli, fərqli saatlar amma düşmən bucağı göstərilmişdir. Düşmən bucaqları. Bunlar düşmən bucaqları. Bunlar. Bunlar düşmən bucaqlarıdır. Və buna əsasən məntəqə Şaqulu Bas dirəyinin kölgəsinin Günəş hansı daha qısa olduğunu. Biz dedik ki, Günəşin düşmə bucağı artdıqca kölgənin uzunluğu Günəşin düşmə bucağı artdıqca kölgənin uzunluğu azalır. Günəşin düşmə bucağı artdıqca kölgənin uzunluğu azalır. İndi burada baxaq. Günəşin daha qısa deyir. Daha qısa deyirsə, Günəşin düşmə bucağı ən böyük hansıdır? 3-cü məntəqədə. Cavab C variantı. Ən az da 1 ilə 5-dir. Ən uzun olacaq. Yer kürəsinin sxemdəki vəziyyətə əsasən coğrafi enliklərin hansında gündüzün uzunluğu daha çoxdur? Bir vəziyyətə baxaq. Vəziyyətə baxsaq, deməli, Cənub qütbü və Cənub qütb dairəsində 66.5 Cənub en dairəsində qütb gecəsidir. Burada da görünür. Qara hərflərlə verilib. Qütb gecəsi. Qütb gecəsidirsə, Günəş şimal yarımkürəsindədir. Özü bir gündür və 22 iyun tarixidir. Yəni, Günəş şimal yarımkürəsindədir. Günəş şimaldadır. Günəş şimaldadır. Deməli, Günəş şimaldadırsa, burada nə deyir? Gündüzün uzunluğu daha çoxdur. Gündüzün uzunluğu daha çoxdursa, şimal yarımkürəsindəki enlikləri tapırıq. Gündüz uzunluğu, deyək ki, məsələn, deyək ki, Günəş şimaldadırsa, 23.5 şimal en dairəsi, 66.5 şimal en dairəsi. Və gündüz uzunluğu deyir, harada çoxdur? Qütb ulduzuna doğru. Gündüz uzunluğu artır, qütb dairəsindən. Qütb dairəsindən sonra isə 24 saat qütb dairəsində olur, 24 saat artıq isə qütb dairəsindən şimal qütbünə kimi olur. Ona görə gündüz uzunluqları qütbə doğru getdikcə artır və daha şimalları götürürük. 1-dir, 2-dir, bir də 5-ci variant. 1, 2, 5 D variantı. Şimal tropik üzərində yerləşən Məskət şəhərində qütb ulduzu 20 sonralı göründüyü halda və Məskət qütb ulduzu 20.5. Qütb ulduzu 20.5 görünürsə, adından görünür şimal tropiki. Və Məskət şəhəri 20.5 dərəcə görünürsə, bunun enliyi, yəni onsuz da şimal tropiki deyir daha. 23.5 şimal en dairəsi. Göründüyü halda Cənub tropik üzərində yerləşən San Paulo bu ulduz görünmür. Bunun səbəbini əlbəttə ki, Cənub yarımkürəsində yerləşdiyi üçün. Biz dedik ki, qütb ulduzu paralelin dərəcəsi ilə eynidir. Görünmə bucağı daha doğrusu. 5 fərqli məntəqə il ərzində müşahidə olunan ən uzun, ən qısa gündüz uzunluqları verilmişdir. Ən uzun gündüz uzunluqları. Buna əsas hansı məntəqənin ekvatorun daha uzaqda yerləşdiyini müəyyən edin. Ekvator və gündüz uzunluqları. 12 saat ən uzun gündüz uzunluqları 12 saatdan çoxdur. Və 12 saatdan çoxdursa, buna əsas hansı məntəqə ekvatorun daha uzaq yerləşir. Gündüz uzunluğu daha çoxdur. Ekvatorda 12 saat. Burada 12 saat. Və bundan uzaqlaşdıqca artır. Məsələn, 12 saat 10 dəqiqə. Bu, burada təxmini. Sonra gəlir 13 saat 3-cü məntəqə. 10 dəqiqə. Sonra gəlir 14 saat 10 dəqiqə. 4-cü saat. Sonra gəlir deməli 16 saat 20 dəqiqə. Ən nəhayət 5-ci məntəqə 17 saat 40 dəqiqə. Deyir, ekvatorun daha uzaqda yerləşən 5-ci məntəqədir. 17 saat 40 dəqiqə.
Gündüz saat 12-də günəş üfüqdə cənub tərəfdə olursa, Qnomonun kölgəsi hansı tərəfdə olur? Deməli, saat 12-də günəş burdadır, cənubda. Qnomon kölgənin istiqamətini göstərən cihazdır. Həm də saat təyin etmək üçün də istifadə olunur. Və üfüqün cəhətlərini də tapmaq üçün istifadə olunur qnomon. Və qnomon burdadır. Burdadır. Günəş cənubdan düşürsə, biz deyik ki, günəş hardan düşürsə, kölgə onun əksidir. Kölgə də olacaq hansı tərəfə yönələcək? Şimal tərəfə. A variantı.